Gripin ağırlaşması, bu kimi hallar yaşamısınızmı? Adi tutar ki laf soğuk değmek mi? Yok hiç. Grip olmamız olmuyor. Öyle bir şeyler gripimiz olmuyor. Gripiniz. Bu sak keskin şekilde qalxanvari bezinin tensioner tozunluğuna, dərdədə ultra ses müayinəsindən keçib böyük bir şikayətlər olub və müayinəyə əsasən müayinənin nəticəsində bizə müraciət edib. Hal-hazırda xanımın şikayəti çiyinlərində olan kəskin ağrıdır və yuxu pozğunluğudur. Bu iki narahatçılıq ön plandadır. Amma dəfələrlə soruşdum, yenə də özdə desin, heç bir qrip, soyuq dəymə bu kimi halları yaşanmayıb. Bu şikayətlər xanımı narahat edir. Düzdür, burada böyük bir düyün var qalxanvari bezdə. Zaten sizə bərdədə də deyiblər, biz də deyirik. Düyün nə boyda olur olsun, ölçüsündən asılı olmayaraq, lap kiçik həcmdə olanda yox, nisbətən böyük ölçülərdə olanda biz bütün düyünləri, nəinki qalxanvari bezdə olan, dəridə, toxumada, harada olur olsun, adi ziyir veriyi, bunlar da törəmə hesab olunur. Bunlar hamısı biopsiyaya göndərilir.